Müsəlman nədir, yolka nədir kimi sözlərdən yorulmusunuz bilirəm. Amma mən bu səfər başqa bir şey demək istəyirəm. Deyirlər, rəng qatırıq, əylənirik, pis bir niyyətimiz yoxdur. Mən bunların hamısını başa düşürəm. Amma sizin başa düşmədiyiniz bir şey var ki, hər rəng bir məna daşıyır. Evinin ortasında yerləşdirdiyin o ağac sadəcə bir bitki deyil, bir əşya deyil. Sənin üçün sadə bir şeydir, amma həqiqət tamam başqadır. O bir duruşdur, bir simvoldur. İnsan bəzədiyi yerə bənzəyər. Evini sənə aid olmayan rənglərlə niyə doldurursan? Bilirsiniz, yolka niyə bizə adi gəlir? Bu insanların əksəriyyəti gözünü açandan evdə yolka, bəzəklər görür. Bu insanlar üçün doğmalaşma hissinə səbəb olur. Amma bu demək deyil ki, doğma olan hər şey doğrudur. Və indi bugün sən də övladların üçün bunu doğmalaşdırırsan, adiləşdirirsən. Biz demirik bayram keçirməyin, əylənməyin. İl dəyişir, qeyd eləmək istəyirsən elə. Söhbət müsəlmana yaraşmayan, müsəlmanlara aid olmayan atributların müsəlmanın evində olmasından və o atributlarla əylənməsindən gedir. Yoxsa heç kim sizə əylənməyin, qeyd etməyin deyə bir şey demir.